Oradakı oturan oğlanın adı Anar da səhv eləmirəmsə. Mən o oğlanı hər efirdə görəndə, çünki heç bir tanışlığım yoxdur, mən o oğlanı hər efirdə görəndə, bax o adama, onun siması insana huzur verir. Yəni mən hər dəfə zəng eləyib söz deyən deyiləm də, yəni ki, tolik gibi 2 dəqiqədən bir, yəni fikir bildirənlərdən deyiləm. Mən çox gez-gez yəni ki, zəng eləyərəm. Bu oğlanın siması insana huzur verir. Çox gözəl siması var, ilahi bir huzur var onun üzündə. Oxumaq tərzinə də qalanda, bir çox mahnıları var ki, mən görmüşəm və bəyənirəm də, amma, burada bir dənə bir amma var. Gərək bunu kimsə bu oğlana desin ki, sən məsəl üçün ən azından bax, Könül Kərimovanın o mahnısını indi mən dinlədim, Könül Kərimovanın rənginə uyğun oxuyub və orada bilirsiniz nə var? Biri var ah-nalə, biri də var ki zarımaq. Bilirsiniz, bu zarımaqlar ki var, bu virus kimi bu zarımaqlar insanın, Azərbaycan xalqının musiqisini körlayan zarımaqdır. Ay oğlan, ay qardaşım, ay atam, o zarmaqları yığışdır, bütün ifalarında yığışdır. Bir neçə ifam var ki, mən onu dinləmişəm, mən hər şeydən xəbərdaram. Mən Azərbaycan show biznesinə, musiqisinə gələn bir adamın, bu mənim xasiyyətimdir. Birdən qabaq-qabağa gələrik, bu mənim üstümə ayağa çar, anardan getmir az söhbət, ümumiyyətdən gedir söhbət. Mən adamın külliyyətini bilməsəm, o adamdan yəni ümumiyyətlə salam vermərəm və bir məclisdə olmaram. Birdən nəsə bir şey olur, mənim alternativ sözüm olsun deməyə. Bu insan gözəl ifaçıdır. Hansısa şəhərdə yaşayır, çox gözəl, ara bir Bakıya gəlir, toylara gedir, hər şey gözəl, ruzi qazanır, oğurluq etmir. Amma buna kimsə deməlidir ki, bir sənət yoldaşlarından ki, mən müğənni deyiləm, mən sadəcə olaraq ifaçıyam. Amma kimsə bu oğlana deməlidir ki, oğlum, zarmağı yığışdır. Və Könül Kərimovanın da xoşuna gəlməyən, onun səsində olan zarmaqlardır. Yığışdırsınlar bu insanların... Sərxan Kərimoğlu, mən bu qədər birini tərifləyib sonra bu qədər gömülməyini ilk dəfədir görürəm. Sizin insanınızda. Yəni hələ çox görəcəksən. Burada nədir bu hələ nə həyatın var? İlahim Nur və zarmaq. Və o onun simasından gedir. Sərxan bəy söz deyəcək. Salamlayıram, təşəkkür edirəm. Qoy mən deyim, hələ mən bitirməm. Amma bu zarmaq dedi müəllim, o qurban olduğun verdiyi səsdir mənə. Zarmaq deyil, yox. Mən çox hörmətlə yanaşıram dediklərimizə. O siz dediyiniz zarmaq mənim oxunuş tərzimdir. Mənə qurban